Hörmətli qonaqlar, yenidən biz Ulduz filmindən musiqi səsləndirəcəyik və bu filmin rejissoru Ağa Rıza Quliyevdir. Film görkəmli Azərbaycan bəstəkarı Süleyman Ələsgərovun eyni adlı operettası əsasında ekranlaşdırılmışdır. Və bu komediya Azərbaycan kinokomediyasının öncüllərindən biridir və özünün möhtəşəm rəqs, musiqi səhnələri ilə yaddaşlarda iz buraxıb. Bu filmdən bir neçə nömrə səsləndirməkdə məqsədimiz odur ki, həm Naxçıvan tamaşaçısına yeni ifalarla zövq vermək, həm də diqqətinizə çatdırırım ki, bu filmdən olan parçalar Naxçıvan Dövlət Universitetinin kollektivi tərəfindən ilk dəfə ifa olunur. Diqqətinizə çatdırırım ki, bu filmin bəstəkarı Süleyman Ələsgərov operettanı yazarkən etiraf etmişdir ki, öz sevimli müəllimi Üzeyir Hacıbəylinin yaradıcılığından, əsas da Arşın Malalın operettasından çox təsirlənmişdir. Və filmin bütün hissələrində, yadınızdadırsa əgər, duet nömrələri xüsusi bir yer təşkil edir. Və indi sırada gözəl bir duet gələcək. Möhsünlə Nazilənin dueti və bu duetdə də humoristik xarakter təkcə sözlərlə deyil, musiqinin ahəngində, ifa tərzində özünü göstərəcək. Və bu gözəl dueti sizə ipucu verim ki, çox gözəl bir səhnəcik də hazırlanıbdır. Dueti ifa etmək üçün Azərbaycan Respublikasının xalq artisti Naxçıvan Dövlət Universitetinin müəllimi Gülyanaq Fərzəliyeva və Samir İsmailovu səhnəyə dəvət edirəm. Alqışlarınızla. Murşinka! Məktubunuzu aldım. Gözəl şeir yazırsınız. Mən sizə şeir yazmışam. Bəs necə? Görün necə maraqlıdır. Doktor dedi ki, yalnız nazik ona dərmandır. Bəli, bəli, nazik ona dərmandır. Mən gülə-gülə sənin kimisin görmədim hələ. Sənin kimisin görmədim hələ. Qaş desən sən də, göz desən sən də, Naca göz desən sən də. Qaş desən sən də, göz desən sən də, Naca göz desən sən də. Bax desən sən də, canımı gözüm Musinika. Sevdim tək səni Mən sizə dəhşətli bir sirrin üstünü açmaq istəyirəm. Siz axı məni şilyapasız görməmisiniz. Baxın. Ah Mursiya, siz dasınız. Axır ki bir alimərə rast gəldim.
Yox. Mən alim ər olmaq istəmirəm Nazilə xanım. Alim er olmasan da olar. Ama elimler namizədir. Olmalısan.